Diqqət! Bu avtomobil yolu sabahdan ödənişli olacaq. Yeni qiymətlər. Əhmədbəyli, Füzuli, Şuşa avtomobil yolu ilə gediş üçün ödəniş məbləğləri təsdiq edilib. Belə ki, alternativ avtomobil yolu ilə gediş üçün ödənişin məbləği əlavə dəyər vergisi ilə birgə minik avtomobilləri və kütləsi 3,5 tona qədər olan yük avtonəqliyyat vasitələri üzrə 1 kilometr üçün 8,6 qəpik, kütləsi 3,5 tondan yuxarı olan yük avtonəqliyyat vasitələri və digər maşın mexanizmlər üzrə ödənişin məbləği 1 kilometr üçün 10,6 qəpik təşkil edəcək. Avtobuslar üzrə bu yolun 1 kilometri üçün ödənişin məbləği 7,1 qəpik, qoşqulu və yarım qoşqulu, o cümlədən 3 və daha çox oxlu nəqliyyat vasitələrinin ödənişli yoldan istifadəsi üçün qiymət 1 kilometrə 17,7 qəpik müəyyənləşdirilib. Əhmədbəyli, Füzuli, Şuşa avtomobil yolu ənənəvi yoldan 19,7 kilometr qısa olmaqla sürət həddi daha yüksəkdir. Həmçinin avtomobil yolunun 1 kilometr ödənişli hissəsi üzrə motosiklet nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləği Əhmədbəyli, Füzuli, Şuşa avtomobil yolu üzrə 4,65 qəpik, M1 Bakı, Quba, Rusiya ilə dövlət sərhədi avtomobil yolu üzrə 5 qəpik müəyyən olunması qərarı alınıb, qərar sabahdan qüvvəyə minəcək.